Hörmətli Baş Prokuror Kamran Əliyevə müraciət. Mən Musayev Araz, 9 qat dünya, 4 qat Avropa, əməkdar və beynəlxalq dərəcəli idman ustası olaraq Muay Thai Federasiyasının prezidenti olaraq sizə müraciət edirəm. Cənab Baş Prokuror, sizə müraciət edib bildirmək istəyirəm ki, məni bir məmur tərəfindən restorana dəvət edərək Muay Thai Federasiyası mənimdir, mənim olacaq sözləri ifadə etmiş. Mən ona bildirmiştim ki, Muay Thai Federasiyası ictimai birliğidir. Bu seçimle olur. Demişti ki, hele bir şey yoktu. Kickboksu mən necə özüm adam qoyuramsa, Muay Thai'yi da özüm hele bir adam qoyub idarə edəcək. Mən ona bildirdim ki, siz bundan qabaq deputat seçiləndə seçkiler yoluyla deputatlığa necə seçilmişdirsə, Muay Thai Federasiyasının üzvləri tərəfindən də Muay Thai Federasiyasının prezidenti, idarə heyəti seçilməklə fəaliyyət göstərir. O bildirdi ki, bu şeyləri danışma, Muay Thai Federasiyasının mənimdir, mənim olmasa bundan sonra etdiklərini görəcəksən. Buna baxmayaraq bildirirəm ki, İdman Şöbəsinin rəisi tərəfindən Muay Thai Dünya Çempionatına ve bildiğiniz gibi kickboksa bütün kickboksun birinci vitse-prezidenti, məşqçisini ve başka federasiyasının prezidenti, idman şöbəsinin rəisi göndərərək ve bu cinayət baş vermişti. Bugünkü gündə də ölümə qəsd cinayətinə baxmayaraq yenə mənə qarşı olan hadisələr baş verməkdə davam edir. Hədə, qorxu və zəhərlənmə və digər addımlarla davam etməkdədir. Bildirmək istəyirəm ki, Apellyasiya Məhkəməsi, Yasamal Məhkəməsində qeyri-qanunsuz addımların atılması və bizim idmana aid olmayan insanlar cəlb olunaraq və qanunlara əsas olmadan hərəkət olunması və Apellyasiya Məhkəməsi tərəfindən də bildirir ki, bizim işimizə müdaxilə var. Cənab Kamran müəllim, sizə bildirmək istəyirəm ki, Federasiya açıq aydın əlimdən alınmaq üçün və həyatımı qəsdə atmaq üçün sui-qəsd törədilmiş və bu gün də davam edilməsinə əməl olunur. Cənab Baş Prokuror, sizdən xahiş edirəm, bununla bağlı yazdığım müraciətlər, verdiyim ərizələr və digər həm Baş Prokurorluğa, həm Bakı Şəhər Prokurorluğuna daxil olmuşdur. Xahiş edirəm, bununla bağlı cinayət işinin başlanmasına və birbaşa hüquq qanunverici orqanların öhdəsinə götürülməsini sizdən xahiş edirəm. Hörmətli Baş Prokuror, sizdən xahiş edirəm ki, həyatım təhlükə altındadır. Bu gün də federasiyanı əlimdən alma prosesi davam edir və federasiya digər